Herkese bugünkü yolumuz Montenegro'ya da ilk vlogumuzdur. İnşallah devamı gelecek. İlk vlogumuz olduğumuz kameramız gecikti diye götürebilmedi. Telefonla çekəsi oluruq. Mikrofonlar da hələ sınaf eləməmiş. İnşallah gedib sınaf eləyəcək diye üzürdü sayəsiz girişimiz belə alınır. Ama inşallah maraqlı səfər gözləyir. İlk vlogdur. Uğurlar arzulayın bize. Sağ olun. Xırdaladık, düzdür, havalimanında xırdaladık. Şəhərdə xırdalasaydıq daha uyğun olardı. Burada 10 qəpik fərq edir məndə. Yəni 1 euroda. İndi euroları aldıq. İndi düzdür, manatlıqda var görüntüsündə. İnşallah yolumuz gedir 3-cü qapıya. Oradan da uçmalı. Təyyarəyə gedirik, səhvlərimizi həll elədik, tur haqqında məlumat verəcəm içəridə inşallah. Təyyarədə vaxt olacaq və geniş məlumat verəcəm. Onlar bizə gedik. Sənə görə ədəlidən paylaşmışam sevinci dəqqəmlidən. Çıxarmışam bir nəticə hər zaman. Bölüşmeyi bacarmaktır bence asıl xoşbəxtlik. Bu həyatla savaşmaktır elə əsl gözəllik. Axtarmışıq xoşbəxtliyi arzuların qanadında. Axtarmışıq amma onu gördüm qara gözlərində. Gördüm sənin gözlərində. Tanıştın mı sen? İlkin təsirat olaraq maraqlı ülkəyə oxşuyur. 1 saatlıq yolumuz qalır. 1 saatdan sonra getdiyimiz şəhərə çatacağıq. İndi qayıtmısan, indi dönmüsən. Mən daha başqasın, sevəndən sonra. Niyə qayıtmısan, getmişdin axı. Sevgimi satandan, atandan sonra. İndi çalışma ki, qəlbimə bir yol. İlk günümüzdür, gəlmişik Budvadaya. İlkin təsirat olmadan ibarətdir ki, birinci görüntüdə qədimi şəhər kimi görsənirdi, amma böyük şəhər kimi görsənirdi. Amma oteli tutandan sonra ayaqla, yəni ən sonundan yəni qədim şəhərə qədər ayaqla 20 dəqiqəyə gəldik. İlkin təsirat odur ki, türklər çoxdur, rahatdır, dil problemi yoxdur. Həm rus dili, həm türk dili istifadə olunur deyə çox rahatlıqdır. Həm Avropadır, həm dəniz dəhşət Türkiyə və yaxud Misirin dənizi qədər gözəl olmasa da dənizi də gözəldir. Yəni normal dənizdə, yəni, wow deyə də bir şey deyil, amma öz gözəlliyi var. Zabit burada da özünə ştab taxdı ki, gəldik Çernogoriyaya, burada da fotosesiya edir. Burada da fotosesiya edir. Seni yok, başkasını çok. Bağışla ve anla, dönen değilim.